Bu nə deməkdir? Yəni bu bir taktika adımı. Taktika deyil. Aha. Bu dəmir qübbəni yarmaq üçün həm pilotsuz uçuş aparatlarından, həm Husilərin kiçik mənzilli məsafəli raketlərindən, eləcə də İranın atdığı raketlərdən kombinəli şəkildə istifadə etməklə İsrailin hava hücumundan müdafiə sistemini dəlib keçmək üçün istifadə olan kombinə üsulu ilə, qarışıq üsulla atdığı raket qruplaşmaları idi. Və mən düşünürəm ki, bu mənim düşüncəmdir. Bu nüvə reaktorlarına olan hücumdan sonra İran müharibənin səngiməsi üçün addımlar atmalıdır. Ancaq geri addım atmadı. O bilir ki, geri addım atsa da sonu nədir? İrəli getsə də sonu nədir? Yəni, bərabərlik eynidir. Ona görə də İran ayaqda qalmaq üçün son nəfəs, İranın ali lideri. O, mülki insanların, vətəndaşların nə düşündüyünü bilmir. Amma İranın ali lideri sona qədər İsrailə döyüşməyə qərarlıdır. İsrailin də rəhbərliyi sona qədər bu bölgədə müharibənin aparılması və İranda qeyd olunan